AOB nöqtələri bir düz xətt üzərində yerləşir. Bu deməkdir ki, AOB bucağı 180 dərəcəli açıq bucaqdır. Yəni COB 108 dərəcədir. COB 108-dir. OD şüası COB bucağını yarı bölürsə 108-in yarısı 54 dərəcə. Bunların hər biri ayrılıqda 54 dərəcədir. DOC bucağının dərəcəsi DOC bucağının dərəcəsi COA bucağının qiymətindən nə qədər azdır? COA bucağı bərabərdir. Ümumilikdə 180 dərəcədən bizə gəlir 108 dərəcəni çıxsaq, 180 çıx 108 dərəcə bərabər olacaq 72 dərəcəyə və DOC bucağının qiyməti 54 dərəcədir. 72 dərəcədən nə qədər azdır soruşulur. Yəni 72 çıxılsın 54 bərabərdir 18 dərəcə.